Yay aylarında uşaqların öz zamanını səmərəli keçirməsi üçün düşərgələrin təşkil olunması da çox önəmlidir və bu istiqamətdə Yaşad Fondu elə xüsusilə şəhid övladları üçün düşərgələr təşkil edir və bu dəfə Lənkəranda baş tutub bu düşərgə. Bəli, Lənkəranda artıq baş tutub və neçə illərdir ki, artıq Yaşad Fondu tərəfindən təşkil olunan bax bu düşərgədə uşaqlar həm asudə vaxtını yaxşı keçirirlər, həm fiziki hərəkət edirlər, eyni zamanda sosiallaşırlar. Bu da çox önəmlidir. Amma ətraflı Nuranə Tələt qızı tərəfindən bizə ötürüləcək bir məlumatlar var. Sabah xeyir olsun Nuranə, eşidirik sizi. Salam telesər izləyicilər, əziz həmkarlarım. Bu dəfə sizi Lənkərandan, Yaşad düşərgəsinin, Yay düşərgəsinin Lənkərandan maraqlı anlarını sizlərə təqdim edirəm. Yaşad düşərgəsində 10-11 yaş arası şəhid övladlarımız iştirak edir. Artıq həftənin ikinci gününün, həftənin ikinci və üçüncü günüdür. Qeyd edeyim ki, bu günləri tam maraqlı, fərqli bir əyləncə proqramı ilə səhərə başlayıblar. İdman bir aurası var burada. Qeyd edim ki, bura əyləncə parkıdır və 10-11 yaş kateqoriyalı uşaqlar üçün hazırlanıb. Burada uşaqlar müxtəlif təlimlər keçiblər. İndi hal-hazırda da onlar bu prosesləri həyata keçirirlər. Sizlərə təqdim etmək istəyirik kadrlarla. Qeyd edək ki, bu proqramlardan 400-dən çox şəhid övladı iştirak edərək yararlana biləcək. Düşərgə hər il olduğu kimi bu illərdə həyata keçirilib. Yay düşərgəmiz bu dəfə Lənkəranda baş tutub. Hazırda isə 53 şəhid övladı düşərgədən istifadə edir. Digər həftələrdə isə digər şəhid övladları da iştirak edəcək. 7 həftə davam edəcək. Ümumilikdə isə qeyd edeyim ki, iyul ayının sonuna qədər düşərgə Lənkəranda baş tutacaq. Burada ekskursiyalar təşkil olunur, səhər idmanı və səhər maraqlı, adrenalin, həyəcanlı oyunlar təşkil olunur. Hazırda isə bunları təqdim edirik kadrlardan. Təlimçilər onlara ilk olaraq məlumatları çatdırır. Bütün təlimçilər vasitəsilə məlumatlar çatdıqdan sonra onlar arasında bu prosesləri həyata keçirən iştirakçılarımızı görürsünüz. Və mənim hələlik isə çatdıracaqlarım bu qədər. İndi isə sözü sizə studiyaya ötürürəm. Yenə də qarşıdakı günlərdə bütün məlumatları canlı olaraq sizlərlə bağlantı quraraq ötürəcəyəm. İndi isə bu qədər, söz sizdədir. Təşəkkür edirik. Çox sağ ol Nuranə, əslində ətraflı məlumat verdin və necə xoş bir ab-hava var. Hiking eyni zamanda gördüyünüz kimi biraz əyləncə dolu idman növüdür və düşünürəm ki, hər kəs də bax bu maraqlı anlardan zövq aldı. Biz isə əgər təbii